Salam əziz şagirdlər, hər birinizi bir daha xoş gördük. Bugünkü mövzumuz fonetikadan şəxslərin tələffüzü mövzusudur. İlk əvvəl şəxs xəbərli şəxslərin nə olduğunu bilək. Mən şagirdəm həmşəsi, sən şagirdsən sən şəxsi, o şagirddir, dir şəxsi. Həmin bu dir şəxsi tələffüzdə r şəxsi samiti ixtisar edilərək d kimi tələffüz edilir. Məsələn, ağıllıdır, ağıllıdır, doludur, doludur. Davam edək. Biz şagirdik, siz şagirdsiniz. İkinci şəxsin cəmini bildirən sınız şəkilsi isə sız kimi tələffüz ediləcək. Bacısınız, bacısız, böyüksünüz, böyüksüz. 2 samitindən sonra samit başına həs gəldiyi üçün 2 x əvəzlənməsi baş vermişdir. Zərf düzəldən lalə həsi və ilə bağlayıcısının və qoşmasının şəkilçiləşmiş forması lalə nan kimi tələffüz edilir. Bacımla yazılır, bacımla deyilir. Cəsarətlə zərf düzəldən lalə həsidir. Tələffüzü isə cəsarətlə olacaq. Dan dən şəkilçisi. Dan dən çıxışlı hal şəkilsində m-nın hərfləri ilə bitən sözlərə qoşulduqda nan kimi tələffüz ediləcək. D öz yerinə n-ya verilir. Adamdan, adamdan yazılır, adamdan deyilir. Bədəndən yazılır, bədəndən deyilir. Gözümdən yazılır, gözümdən deyilir. Və s. Əvvəldə qeyd etdiyimiz kimi, sözün sonu Aə saitləri ilə bitərsə, ona saitlə başlayan hərfi artırdıqda, bitirici y samitindən istifadə edilərsə, tələffüz zamanı həmin bu Aə açıq saiti çevrilir olur, qapalı, I, U, Ü qapalı saitlərinə çevrilir. Alma, yacaq, almayacaq. Ana, ya, anıya. Burada fikir verin, ana sözü saitlə bitib, ona saitlə başlayan şəkilsi artırılıb, bitişdirici y-dan istifadə olunub, nə hadisəsi baş verilib? Həmin bu a açıq saiti çevrilib olub, qapalı sait anıya. Bağlayır, bağlayır. Başlayar, başlayar. Dəvəyə, dəviyə. L samiti ilə başlanan şəkilçilərdən əvvəl bu səslər gələrsə, bu səsləri bu formada yadda saxlayan d-t hərf qoşalı z-sı, ş-n-r samitləri gələrsə, l, d, r, n kimi tələffüz ediləcək. Bütün şəkilçilərdə gördüyümüz kimi l şəkilçisi d, r, n-ya, la şəkilçisi da, ra, na-ya, l şəkilçisi d, x, r, n-xa, lan şəkilçisi dan, nan, rana. Demək, atlı, atdı, canlı, canlı, dəyərli, dəyərli, banlamaq, banlamaq, birlik, birlik, daşlıq, daşlıq, alqışlanmaq, alqışlanmaq. Laş şəkilçisi yenə d, r, n-ya, daş, raş, naş formasında tələffüz edilir. Cavanlaşmaq, dərdləşmək, dərdləşmək, fikirləşmək, fikirləşmək. Lar şəkilçisi yenə d, r, n formasında keçir. Dar, rar, nar formasına. Buludlar, buludlar, dənizlər, dənizlər və s. Lak şəkilçisi isə dax formasında tələffüz edilir. Çünki sözün sonu q samiti sözün sonunda gələrsə x-ya çevrilirdi. L da öz növbəsində d-ya çevrilir. Duzlaq, duzdaq, qışlaq, qışdaq. F-dən isim və sifət düzəldən ki, kü, kin, kün, kən şəkilçiləri kar samitlə bitən sözlərə qoşulduqda şəkilçidəki ki samiti c kimi tələffüz edilirdi. Döyüşkən, döyüşkən. Əvvəl də qeyd etmişdik ki, əski, əski formasında. Yəni, iki kar samit sözün ortasında gələrsə, həmin zaman k, c-yə əvəzlənməsi baş verir. Bu şəkilçilərə də aiddir. İtkin, itkin. Kəskin, kəskin. Küs, sözün kökü kün. Leksik hərfi küskün formasında tələffüz ediləcək. Q samiti sözün sonunda tək formada və özündən sonra samitlə başlanan şəkilçi və ya söz gələrsə, q, x kimi tələffüz edilirdi. Bu da həmin qaydaya tabi olur. Bolluq tək formada olduğu üçün bolluq. Bozaraq tək formada olduğu üçün bozaraq. Boz sözün kökü araq edək leksik hərfi. Darayırsan, daraq olur, tələffüzdə daraq. Dayanırsan, dayanacaq olur, tələffüzdə dayanacaq. Ki samitdə yenə həmin qaydaya tabi olur. Ki samiti bildiyimiz kimi tək formada və özündən sonra samitlə başlanan şəkilçi və ya söz gələrsə, xışdırıq kimi tələffüz edilirdi. Bəzək, bəzəyirsən, bəzək olur, tələffüzdə bəzək olacaq. Biçirsən, biçənək olur, leksik hərfidir, tələffüzdə biçənək.
Döşəyirsən, döşək olacaq, tələffüzdə döşək. Ev olur, evcik olur, tələffüzdə evcik. Əl olur, əlcək olur, tələffüzdə əlcək. Əzizsən, əzik olur, tələffüzdə əzik. M və N samitləri ilə bitən sözlərdən sonra işlənən dan-dən çıxışlı qal şəkilçisi nan kimi tələffüz edilir. Məndən, məndən, oğlandan, oğlandan. C samiti ilə bitən ınc, qac, xac və s. kimi şəkilçilər söz sonunda və samitlə başlanan digər şəkilçilərdən əvvəl işləndikdə C kimi tələffüz olur. Yəni C samiti tək formada və özündən sonra samitlə başlanan şəkilçi və söz gəlsə, C, C-yə çevriləcək. Bu bizim hansı qaydamıza aiddir? Sözün sonu B, D, G, C samitləri ilə bitərsə, hansı hal baş verirdi? Tək formada və samitlə başlanan şəkilçi gəldikdə özünün kar qarşılığına çevrilirdi. Bu da həmin qaydaya tabe olur. Gülürsən, gülünc olur. Tələffüzdə isə gülünc. İnanırsan, inan sözün kökü, c leksik, inanırsan, inanc olur. Tələffüzdə inanc. Qoşa kar samitlə bitən təkcəli sözlərdə, yəni hək, şək, xət və s. Sonra saitlə başlayan şəkilçi və ya söz işləndikdə qoşa kar samitin ikincisi zingiti tələffüz edilir. Burada isə biraz fərqlidir. Artıq sait gəlsə, T öz növbəsinin özünün zingitili qarşılığına veriləcək. Xəttin yazılır, xəttin deyilir. Bildiyimiz kimi, bəzi tək hecalı sözlər var ki, onların sonu müxtəlif cinsli samitlərlə bitir. Məsələn, elm, fəhm, həcm, hökm və s. Bu sözlərə samitlə başlanan şəkilçi artırdıqda, samitlər arasına bir qapalı sait əlavə ediləcək. Elmli yazılır, elmli tələffüz edilir. Hökümdar, yəni 3 samitin yanaşı tələffüz edilməsi çətin olduğu üçün bir qapalı sait bura əlavə edilir. Hökümdar, hökümsüz, KM-sının arasına bir dənə qapalı sait əlavə edəcəyik. İdi, imiş hissəcikləri saitlə bitən sözlərə qoşulduqda yıdı, yedi, yemiş, yemiş kimi şəklində tələffüz edilir. Dəyərli idi tələffüzü isə, fikir verin, dəyərli sözün sonu saitlə bitib, İdi də saitdirədir. Bunu ixtisar etsək, ixtisar forması. Dəyərli idi, dəyərli imiş, dəyərliymiş. Stan şəkilçisi də öz növbəsində ikiz kar samiti yanaşı gəldiyi üçün, yəni S ilə T samiti, kar samiti yanaşı gəldiyi üçün T özünün zingitili qarşılığı D-yə çevrilir. Ərəb, istan, Ərəbistan. Gül, üstan, Gülüstan. Şəkilçilərə fikir verin. Əvvəl keçdiyimiz qaydada, yəni G samiti hansı səsi bildirirdi? Tək formada və özündən sonra samitlə başlanan şəkilçi və ya söz gəldikdə G, X əvəzlənməsi baş verirdi. Ç isə özündən sonra samitlə başlanan şəkilçi gəldikdə və tək formada X keçirdi. Bu da həmin qaydaya tabe olur. Dinlədikcə, dinlədikcə Ç-dan sonra C samiti gəlib. Samit gəldiyi üçün Ç X səsinə çevriləcək. Gəldikdə, gəldikdə. Qalaraq, tək formada Q nə olurdu? X-ya çevrilirdi. Qalaraq. Bir mövzumuzun da sonuna gəldik. Hər birinizə təşəkkürlər. Növbəti slaydımızda görüşənədək.